Maşallah olsun dəyərli izləyicilərimiz, sizlərə çox gözəl bir həyət evini təqdim edirəm ki, çölü daxilindən, daxili çölündən gözəl. 3 sot torpaq sahəsində kupsalı, 6 otaqlı, mükəmməl bir həyət evi. Bir çox alıcının axtardığı kimi həm həyətyanı sahəsi, həm daxili genişliyi, təmiri yüksək səviyyədə olan bir həyət evidir. Həyətyanı sahəsinin gözəlliyinə baxın. Buranı həm bağ evi kimi, həm həyət evi kimi istifadə edə biləcəyiniz çox gözəl bir mülkdür. Yerləşmə yeri də əla, ideal bir ərazidə. Ətraf villalarla əhatə olunan, yolu asfalt, hündür ərazidə, eyni zamanda Bakı-Sumqayıt şosesinə, magistral yola çox yaxın ərazidə yerləşir. Təqdim etdiyim həyət evi Masazırda Gənclər şəhərcinin tam arxa hissəsində çox mükəmməl, ideal bir ərazidədir. Yəni ətrafdan da göründüyü kimi bütün evlər villa üslubunda inşa olunan mükəmməl evlərdir. Qiymətli bir ərazidə yerləşir. Evin tikilişi zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub. Başlanğıcından sonuna kimi qoşadaş, hər mərtəbənin kəməri, hər mərtəbənin monolit atılıb, yəni bir mərtəbə arası monolit betondur. Eyni zamanda evimiz kürsülü evdir. Həqiqətən də yəni bu ev haqqında nə desəz azdır. Tərifə layiq, dosta qardaşa xidmət olunması evlərdən biridir ki, həm yerləşmə yeri, tikilişi, təmiri çox gözəl və çox səliqəli. Həyətində də ki, müxtəlif növdə dekorativ ağacları, gülləri, çiçəkləri var. Keçək vaxt itirmədən evimizin daxili hissəsi ilə tanış olaq. Hörmətli izləyicilərimiz, təklif olunan qiymət 168 min manatdır. Real alıcılarla evə baxış zamanı, yəni evə baxdıqdan sonra real razılaşma olacaq. Tavanda spotlar, gizli işıqlar bəzədilib. Evə daxil olduqda solda yerləşir mətbəx və açıq tonlu təmir materiallarından istifadə olunur və bu da evə xüsusi gözəllik qatır. Mətbəxi genişdir, pəncərəsi həyətinə baxır. Çox gözəl evdir, çox gözəl. Evin yəni özündə aurası çox gözəldir. Müsbət auralı, işıqlı, fərah bir evdir. Fikir versəz mətbəx mebeli yığılan hissə betonlanıb, yəni mətbəxə aid bütün sistemlər hamısı çəkilib hazır vəziyyətdədir. İkinci mərtəbəyə qalxan pilləkən, birinci mərtəbədə olan belə bir gözəl qonaq otağımız. Eyni qaydada spotlar, gizli işıqlar bəzədilib və birinci mərtəbədə olan yataq otağı, belə bir gözəl bir yataq otağı var. Pəncərəsi öz həyətyanı sahəsindən açılır. Hörmətli izləyicilərimiz, birinci mərtəbədə yerləşdi yataq otağı, mətbəx, zal və sanitar qovşağı. Pilləkənin alt hissəsində şkaf üçün yeri də var. Burada hamam otağı, duş kabini üçün yer ayrılıb. Sənədlər qaydasındadır, çıxarışdır, kupçadır, notarial qaydada alqı-satqı olacaq. İkinci mərtəbəyə qalxdıqda bizdə burada yerləşir yataq otaqları. Baxın, otaqlar eyni qaydada dəhliz vasitəsilə paylanılır. Pilləkəni qalxdıqda sanitar qovşağı və yataq otaqlarımız. Birinci yataq otağı, ikinci yataq otağı, üçüncü yataq otağı. Otaqların hamısı maşallah olsun genişdir və işıqlıdır, dama çıxış və ikinci mərtəbədə olan dördüncü, sonuncu yataq otağı. Balkon hissəsində göstərim sizə, əraziyə baxın. Ərazi hündür və ideal bir yerdə yerləşir. Buyurub zəng edib maraqlana bilərsiniz.